Gələk 20-ci sualın izahına, 20 və 21-ci sualın izahına. Bu elə bil ki, ümumi sınaq toplusu tərəfindən bu yeni Ragif Atakişiyevin kitabı ilə bağlıdır. Gəlin baxaq. Deyək ki, hansı xəstəliyin törədicisi digərlərinə fərqlidir? Bu da vərəmdir, taundur, vəbadır, tetanus hamısı bakteriya xəstəliyidir. Yəni bakteriyanın törətdiyi xəstəliklər. Amma qrip virusdur. Yəni virusla o yayılır. Ona görə də bu cavab B olacaqdır. Yenə baxaq 21-ə. Ziqotun əmələ gəlməsindən iştirak edən hərəkətli hüceyrə hansı rəqəmlə işarə olunur? Ziqotun əmələ gəlməsində biz bilirik ki, yumurta hüceyrə və sperm, yəni spermatozoidlə iştirak edir, qısaca da spermlər. Burada da spermlər qamçılı olur, qamçılı. Amma yumurta hücrələri hərəkətsiz olur. Ona görə burada cavabımız 1 olacaq. Yəni ki, A variantı olacaqdır.